Xalq artisti Faiq Ağayev Kanal S telekanalının aparıcısı Nigar Fərhadın oğluma atasız qız almaram sözlərinə sərt reaksiya verib. Müğənni sosial media hesabında bu fikirlərin yanlış və qəbul edilməz olduğunu vurğulayaraq aparıcını sərt şəkildə tənqid edib. Faiq Ağayev paylaşımında aparıcının fikirlərini mağara düşüncəsi adlandırıb və onun dediklərinin məntiqsiz olduğunu qeyd edib. O boyda ədəbsiz həngamə qoparmaqdansa de ki, oğluma kişini saymayan, gələcək ərinə heç bir önəm verməyən qızla evlənməyə icazə vermərəm. Yenə başa düşülən olar. Eyni ilə qızımı qadına hörmət etməyən oğlana vermərəm fikri kimi. Əvəzində isə ortalığa mağara düşüncəsi qoyur. Danışığını bilməyən uşağı öyüd nəsihətlə düzəltmək olar. Amma beləsinin ağıl kitabı nəinki bağlanıb görünür heç açılmayıb. Çox acınacaqlı haldır. Bu ifadələr sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox izləyici xalq artistinin fikirlərini dəstəkləyərək, aparıcının ifadələrinin diskriminasiyaya yol açdığını vurğulayıb. Digərləri isə Nigar Fərhadın dediklərini şəxsi seçim kimi qiymətləndirərək, bu fikirlərin hər kəs üçün məcburi olmadığını bildiriblər. Qeyd edək ki, Kanal S telekanalının aparıcısı Nigar Fərhad efirdə mənim oğlum olsa, ona atası olmayan bir qız ala bilmərəm ifadəsini işlədib. Bu sözlər cəmiyyətdə böyük rezonansa səbəb olub və sosial mediada geniş müzakirə mövzusuna çevrilib. Siz bu barədə nə düşünürsünüz? Şərhlərdə fikirlərinizi bölüşə bilərsiniz. Videonu like etməyi və kanala abunə olmağı unutmayın.